Qarabağda bir də problem o idi ki, bəzi futbolçular əvvəlki oyunlardan fərqli ideal formalarından uzaq idi. Məsələn, Elvin Cəfərquliyev xəstələnmişdi, milli komanda oynaya bilmədi, xeyli məşq buraxmışdı, əvvəlki gücü yerində deyil. Yankoviç zədədən sonra hələ də tam o istədiyimiz Yankoviçi görə bilmirik. Kadinin yoxluğu mütləq hiss olunur. Bunun fonunda əlbəttə ki, bəzi futbolçular ön plana çıxdılar. Hücumda Addayi, müdafiədə zədələnənə qədər Medina yəni çox pis zədələndi. Sanki Mike Tyson rəqibinə yaxın məsafədən yumruq zərbəsi indirdi, altdan yuxarı, yəni o cür nakauta düşdü və fikir verdinsə oyunu da davam etdirmək istəyirdi. 2 dəfə tibbi personal onu əvəzlənməsini istədi, amma o israrla həm həkimlərə, həkim heyətinə, həm də məşqçilər korpusuna bildirdi ki, mən davam etmək istəyirəm. Amma axırda gördük ki, yox, belə getməyəcək, beyni silkələnmişdi, əvəzləndi. Bayaq sən də qeyd edədin kimi, bilmək olmaz bundan sonra Qarabağ neçə xal qazansa, ona play-off adlamaq üçün bəs edər. 2 xal da bəs eləyə bilər, 3 xal bəs etməyə bilər. Bu, əlbəttə ki, mütləq rəqiblərin oyunlardan asılıdır. Amma istənilən halda ümid davam edir. Qarabağ bu mövsüm Çempionlar Liqasının ən sürpriz komandalarından biri olaraq Avropada tanınır.